Həmçinin buna daxildir nə? Faydasız suallar, mənasız suallar. Yəni, heç bir nə əməl yönündən, nə də elmi yöndən faydası olmayan suallar. Məsələn, təfsir kitablarında gəlir, o Əshab-ı Kəhfin itinin adı nə olub? Ha, toplan olub. Buldok olub, nə bilim nə olub. Nə dəyişəcək? Hətta Əshab-ı Kəhf əhli barədə görürsünüz, ayədə nə gəlir? Bəziləri dedilər ki, sayları 5-də 6-cısı itləri, sayları 6-da 7-cisi itləri. Sanki qeybə daş atırlar. Sənə lazımdır neçə nəfər olublar. Hələ bu qalsın bir yana, onların itinin adını maraqlanır. Görürsən, adı nə olub? Yaxşı, bildin adı məsələn toplan olub. Nə oldu yəni elm babında, əməl babında nə dəyişdi? Cavab heç nə. Biri sual verir ki, qiyamət günü çəkiləcək, o əməlləri çəkəcək tərəzi yoxdur. O tərəzinin materialı barədə soruşur. Şeyxlərdən, alimlərdən ki, qızıldan olacaq yoxsa gümüşdən. Şeyx də orada cavab verir ki, deyir, bəzi əsərlərdə gəlib ki, işıqdan olacaq. Bu gözləmədiyi cavabı alır. Çünki bunun anlayışında tərəzi dəmirdən olmalıdır. İndi axirətə məxsus ya qızıl olacaq ya gümüş. Sən o tərəzinin materialı barədə fikirləşməyib, tərəziyə sənin əməllərindən nə qoyulacaq onu düşün. Onu özünə dərd elə. Mənasız sual. Biri soruşur, deyir ki, o Yusuf aleyhissalamı parçalayan canavarın rəngi nə olub? Şeyx də deyir ki, axı Yusuf aleyhissalamı canavar parçalamayıb axı. Deyir, Yusuf aleyhissalamı parçalamayan canavarın rəngi nə olub? Bu xəstədir adam. Deyir ki, onu canavar parçalamayıb, deyir, onda onu parçalamayan canavarın rəngi nə olub? Aydındır.